Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi. Siz bu vaxtacan, bundan sonra da, yəni zaten elə də gedir, taksi sürücülərindən elə alırsınız. Yəni nə mənada? O mənada ki, onu eləyin, bunu eləyin, onu eləməsə cərimə olunacaqsınız, bunu eləməsə cərimə olunacaqsınız. Amma bunun qarşılığında hələ taksi sürücülərinə heç nə verməmisiniz. Nə taksi duracaqları olsun, nə bilim qiymətlər olsun əm əsası. Şirkətlər də istəklərinə uyğun faizləri qaldıra gedirlər. Əlbəttə siz indiyəcə taksi sürücülərinə heç nə verməmisiniz. Ümumiyyətlə taksi barəsində sənədləşmədən başqa, kağız sürücüdən başqa istəməmisiniz. Bu bir. İkincisi, şirkətlər keçib 8 saatlıq iş rejimi artıq keçir. Əslində belə də olmalıdır, 8 saat iş rejimi olmalıdır normal qaydada. Amma şirkətlər bunu öz başına edə bilməz. Şirkətin marağında deyil o. Bunu 100% Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şirkətlərin qarşısında bir tələb qoyub ki, bunu belə edin. Əks halda indi nə olar, öz aralarında özləri bilir. Bir şey nəzərinizdən qaçırsınız ki, 8 saat indiki şirkətlərin yazdığı səviyyəsiz qiymətlərdə bu sürücülər yəni ki, belə deyək də qazanc əldə etmələri mümkün deyil. Və siz məcbur edirsiniz ki, alternativ başqa variantlar alasınlar. Bu belə, yəni ki, ilk öncə qiymətlər məsələsi həll olmamış 8 saat iş rejimində keçməniz bir məntiqsiz bir şeydir.